Hər kəsə salam, mən Aysun Məmmədova. Bugün sizinlə Google Drive-a sizə link vasitəsilə göndərilən və yükləmək heç cür imkan olmayan videonu necə yükləmək olar, o barədə danışacağıq. Gördüyünüz kimi seçimlər arasında ümumiyyətlə yükləmək seçimi yoxdur. İlk öncə etməli olduğumuz şey nədir? Videonu link vasitəsilə açırıq və sonrasında videonun hansı keyfiyyətdə olduğunu yoxlayırıq. Və 720p bu kifayət qədər ən yüksək keyfiyyətdədir hal-hazırda və səs ümumiyyətlə açıq olmalıdır və videonu başlatmalıyıq. Daha sonra etməli olduğumuz şey Ctrl+Shift+I düyməsini basırıq və sonrasında bu ekran açılmalıdır bizim kompüterimizdə və Network pəncərəsinə daxil oluruq. Network pəncərəsində sizdə ekranda görünməsə, buradan da baxa bilərsiniz Network pəncərəsinə. Və gördüyünüz kimi bu pəncərə açılır. Və sonrasında yenidən videonu başladıb bir müddət gözləmək lazımdır. Gördüyünüz kimi müəyyən aralıqlarda videonu qabağa elədim və hal-hazırda etməli olduğumuz şey nədir? Video yazırıq və sonrasında sayzı yuxarıdan aşağı sıralayırıq. Gördüyünüz kimi burada link gəldi. Etməli olduğumuz nədir? Copy URL və sonrasında Notepad açırıq kompüterimizdə və bu link açılmış olur. Deməli, nə edirik? Etməli olduğumuz şey UMP sonda qalmaqla bu tərəfi silməkdir. Sonrasında range deyə bir söz var bu tərəfdə. Buradan sırf bu işarəyə qədər, end işarəsinə qədər silirik və linkimiz hazırdır. Bu videonun linkidir. Hal-hazırda gördüyünüz kimi. Və biz videonun linkini buraya yapışdırırıq. Gördüyünüz kimi videomuz burada açıldı. Və baxsanız burada artıq download düyməsi var. Biz bu videonu yükləyirik kompüterə. Sonrasında biz görürük ki, burada səs heç cürə gəlmir. Düzdür? Etməli olduğumuz şey nədir? Audio yazırıq və artıq burada səs seçimləri çıxdı. Yenidən ən yüksək ölçüdə olan linki götürürük və yenidən Notepad-ə yapışdırırıq və eyni şeyi təkrarlayırıq. UMP ən sonda qalmaq şərti ilə range-də əndə qədər silirik və yenidən linki kopyalayırıq. Gördüyünüz kimi sadəcə səs faylı da burada açıldı və buradan da download düyməsini klik edirik və hal-hazırda bizdə səs faylı yükləndi. Video faylı bəzən belə olur, tekst formatında yüklənir. Biz yenidən cəhd edirik video olaraq yükləməyə və baxırıq ki, bəli, artıq MP4 olaraq yüklənir. Və bir müddət bunu gözlədikdən sonra səs və video faylımız artıq hazırdır. Etməli olduğumuz şey nədir? Merge audio and video. Okay. Bu linka daxil oluruq və burada artıq audio faylımızı seçəcəyik. Gördüyünüz kimi bizim videolarımız artıq yüklənib. Və burada MP4 olan bizim video faylımızdır. Bu hissədə isə M4A olan audio faylımızdır. Və artıq convert edə bilərik. Bəli, artıq videomuz yüklənməyə hazırdır. Bəli, download edirik videonu. Reklamlar çıxa bilər, normaldır. Aha, gördüyünüz kimi videomuz yükləndi. Videoya daxil olaq. If you want to become a data analyst, there are several Bəli, videomuz artıq hazırdır. Həm səs, həm də görüntü olaraq. Bu qədər idi bugün danışdıqlarımız. Əlavə suallarınız olarsa,
kommentdə bildirə bilərsiniz. Sağ olun.